Salam kanalımın abunəçiləri. Hyundai markalı maşındır. Sağ və sol tərəfdən batıqları var idi. Onlar çıxardılıb və yerlərinə şpaklyovka çəkilib, evoksid. Gördüyünüz kimi. Artıq sol tərəf podnoşkanı göstərirəm. Burada da evoksid çəkilib. Burada batıq var idi. Çıxardılıb. Ünvanımız Papanin körpüsünün yanında, məhkəmənin arxasında yerləşir. Zarusda. Malyer Zaur. Bax, nurlandı. Artıq gördüyünüz kimi qurunt vurulub. Quruntdan sonra kontrol şpaklyovka çəkilir. Görsəndiyi kimi tam hazır vəziyyətdədir. Buranlıq podnoşka. Və budur sol tərəf podnoşka. Burada kontrolunu çəkilir. Bundan sonra 555 narın qurunt vurulacaq. Ondan sonra kraska və tam hazır vəziyyətini sizə göstərəcəm. Və budur maşınımız. Tam hazır vəziyyətdədir. Görsəndiyi kimi. İdeal kusok kraska vurulub. Yəni detala birbaşa bütün kraska vurulmayıb. Kusok kraskalar vurulub. Perxod verilib o birisi kraskanın üzərinə.